Baxın qızlar. NH3-dür. NH3-dən bir hidrogen atomu qoparanda olur birli. Bax, birli olan hansıdır burada? Bax, bu birinci. Birinci birlidir. Sonra NH3-dən 2 dənə hidrogen qoparsan, bu olacaq ikili. NH olan hansıdır burada? Bundan bu. 2 dənə. NH3-dən 3 dənə hidrogen qoparsan, bu olacaq üçlü. Üçlü olan hansıdır? Bu. Deməli, birlidən bir dənə, üçlüdən bir dənə, ikilidənsə 2 dənə var. Cavab olacaq A variantı. Aydın mı? Məsələn, bax 41-ci suala baxın. Deyir, duzun formulunu göstərin. Əgər siz bilirsiniz ki, amin qrupları əsası xassəlidir. NH2 əsası. H xlor, H brom, H isə turşudur. Bunların birləşməsindən duz yaranır. Onda buradan sonra olacaq Y variantı. Amin, etil, ammonium, yodid.